Təəssüf ki, herpes virusunu orqanizmdən tamamilə yox etmək mümkün deyil. Virus bədənə ilk dəfə yoluxursa, sinir hüceyrələrinə daxil olur və orada latent formada qalır, immun sisteminin zəifləməsini anı gözləyir. Bu o deməkdir ki, virus illərcə heç bir əlamət verməyə bilər, lakin immun sistemi zəiflədikcə, məsəl üçün stressdə, soyuqlama, infeksiya və digər xəstəlikləri zamanı aktivləşərək xəstəliyin təkrarlanmasına səbəb ola bilər. Virus tam məhv etmək mümkün olmasa da, müasir antiviral preparatlar onun aktivliyinə nəzarət etməyə imkan verir. Resivlərin tezliyini və müddətliyini azalır, simptomları yüngülləşdirir. Bilməlisiniz ki, immun sistemi güclü olduqda virus adətən qeyri-aktiv vəziyyətdə qalır və narahatlıq yaratmır. Hazırda herpes virusuna qarşı effektiv peyvənd mövcud deyil. Lakin alimlər həm yoluxmanın qarşısını alan, həm də virusun tam aradan qaldırmağa kömək edən yeni müalicə üsulları üzərində işləməyə davam edirlər.